Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı ilə. Bildiyiniz kimi, bugün vilayətin günəşi olan Həzrəti Əmir əl-Müminin Ali ibn Abi Talibin vilayət günüdür, Qədirxum günüdür. Və inşallah məclisimizə Quran-ı Kərimin nurani ayələrindən bir neçə ayə tilavət eləyək və məclisimiz açıq elan olunsun, amma sizin nurani bir salavatınızdan sonra. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Ve ma أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم. Muhammed ve Ali Muhammed'e salavat yâleyin inşallah. Bugün birbirinden maraqlı çıxışlar var ve birbirinden maraqlı ilahilər olacaq inşallah. Amma bugün bayramdır təbii ki, bir ilahi nəğmədən sonra sözü verəcək inşallah dəyərli ustadımız Elçin Daşlanoğlu'na. Əli dedim, dünya mənə dar oldu. Dəhşət sözləri var. Əli dedim, dünya mənə dar oldu. Əli dedim, olmayanım var oldu. Əli dedim, Allah mənə yar oldu. Əli dedim, düşmanlarım xar oldu.
dedim, iman ettim Allah'a. Ali dedim, ümit ettim sabaha. Ali dedim, nifret ettim günaha. Ali dedim, diyeceğim bir daha. Ali dünyam, Ali ahiretimdir. Benim ağam, benim saadetimdir. Çok cəngide gördüm müddəilər, çok cəngide gördüm müddəilər. Meydanda fəqət Əlini gördüm. Ayat-ı Xuda, səbrə baxdım. Qur'anda fəqət Əlini gördüm. Əli dünyam, Əli ahiretimdir. Mənim ağam, mənim səadətimdir. Mənim ağam, mənim səadətimdir. Ali Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali. Səni eşitmək istəyirəm. Ali Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali. Bir dəqiqə qardaşım. Ali Ali Mola, Ali Ali. Ay səsinə qurban. Ali zikri ibadətdir. Ali Ali Mola, Ali. Məhşərdə əlindən tutar. Ali Ali Mola, Ali Ali Mola. Hə! Ali Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali. Cismi də canım Ali'dir, Ali. Tabu təmanım Ali'dir, Ali. Özdəki nurum Ali'dir, Ali, Ali, Ali. Həmdə qürurum Ali'dir, Ali, ya. Ya Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali. Son Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali. Ya Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali. Son Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali. Əmir-el-Müminin haqqında çox söz demək olar. Amma inşallah istəyirəm ki, növbəti çıxış üçün dəvət eləyək dəyərli ustadı Elçin Daşdanoğlunu. Gürültülü bir alqışlarınız gəlsin. Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala seyyidina ve habibina Muhammed ve alihi tahirin. Aziz, değerli tələbələr, müəllimlər, müəllimələr, mümin ve müminələr, değerli, hörmətli valideynlər, hər birinizin Əli bayramı olan Qədirxan bayramınız mübarək olsun. Qədirxan bayramına gəlməmişdən öncə bir giriş eləmək istəyirəm. Şübhəsiz ki, bu İslam dinini Allah Azze ve Celle Hazreti Muhammed Mustafa ile gönderdi. Çoxlu əziyyətlər çəkdi İslam dininin yayılması üçün. Çətinliklər və çilələr dolu bir həyat yaşadı. Ta uşaq vaxtlarından beri oldu. Heç dünya gəlməmiş atası dünyasını dəyişdi. 6 yaşında olanda
anası Emine Hanım dünyasını değişti. Ve ondan sonra çoxlu çətinliklərlə İslam dinini yaydı. Axırda bu din son mərhələsinə çatdı. Allah ayə nazil elədi Peyğəmbərə, son həccə getdiyi zamanda. Oradan dönərkən belə buyuruldu. Ya eyyuhar Resul, bəlliğ mə unzilə ileyk. Çatdır insanlara sənə nazil etdiyimi ey Peyğəmbərim, ey Resulüm. Eğer çatdırmazsansa, sanki 23 illik bu çəkdiyin əzab, əziyyətli din yerinə yetirməmiş olar. Və bu zaman üzünü insanlara tuttu, güzel bir xutbə elədi. 23 ildə dediklərini bir daha bir növ təkrar elədi. Sonra gözü bir kəsi gəzdi. Elə ki, İmam Əliyi gördü, yanına çağırdı. Və dedi ki, Allah mənim Mövlamdır. Mən də müminlərin Mövlasıyam. Mən kuntu Mövlahu fəhədə Aliyyun Mövlah. Mən kimin Mövlasıyamsa, bu Əli də onun Mövlasıdır. Allahümme va'la men va'la. Allah'ım onu seveni sen de sev. Allahümme a'de men a'de. Allah'ım ona düşman olana sen de düşman ol. Dikkat ederseniz İmam Əli'nin imamətini, imamlığını təyin ettikten sonra Peygamber bir dua etti. Bir dənə də bəddua etti. Dua ettiği yerde olanların hoş halına, beddua ettiği yerde olanların vay halına. Dua ettiği yer bur oldu ki ilahi Ali'yi seveni sev. Ona düşman olana düşman ol. İkinci taraf oldu. Ve Allah'a hamd olsun ki biz Ali Aleyhisselam'ı sevenlerden ve imametini kabul edenlerden hemin cergede duranlardanız. Ve Allah Azze ve Celle bizi hiçbir zaman Allah Muhammed ya Ali əqidəsindən uzaq salmasın. Ve hakkı Muhammed ve Ali Muhammed. Değerli tələbələr, bugün aynı zamanda təhsil ilinin tamamlanması günüdür. Məktəblərdə son zəng məzuniyyət olduğu kimi Əhl-i Beyt cəmiyyətində də təhsil ilinin tamamlanmasıdır. Ben burada maraqlı bir şey demek istedim size. Gördüğünüz gibi her şeyin sonu var. Bir gün sonuna yetişirsen. Necə ki Peygamberimiz getdi dini sona çatdırdı, kamilliğe çatdırdı. Ondan sonra dedi ki mən gedirəm, indi mən də kimin Mövlasıyam, Əli onun Mövlasıdır. Onun İmam Əli'nin imamətinlə yolunuzu devam edin. Bu İslam'ın La ilahe illallah bayrağını İmam Əli Aleyhisselam'ın elinde ve siz de onun arkasında devam edin. Necə ki bu belə oldu. Bir gün biz müəllimlər də beləcə məsələyi tamam eləyib, gələcək dinin müqəddiratını siz gençlerin, siz hanımların, siz uşaqların o bayrağı eline təhvil veririk. Bundan sonra dini siz saxlayacaksınız. Her zaman biz dini tutup durmarıq. Siz de sizden sonrakilara vereceksiniz Peygamberin ettiği kimi. İnşallah Teala. Ve beləcə de bu din kıyamete kadar baki ve galip olacaktır inşallah Teala. Yegane din ve kitaptı ki hakkında vaad verilipti. Allah Azze ve Celle buyurur. Euzubillahimineşşeytanirracim. İnna nahnu nezzelne zikra ve nahnu lehu lehafizun. Bu kitabı, bu Kur'an'ı biz nazil ettik. Biz de koruyacağız. Söz verir. Onlar kalacak. Biz olsak da olmasak da İslam qabağa gidecek. Bu Allah'ın vaadidir. Ama
bizim ümidimiz sizədir inşallah Teala ki, bizdən sonra bu dinin bayrağını siz götürəcəksiniz. Və əsla İmam Əli, İmam Hüseyin bayraqlarını yerə düşdüyü günü Allah bizə göstərməsin. Allah sizi çox gözəl övladlardan eləsin ailəniz üçün və çox gözəl şəxsiyyətlərdən eləsin bizim üçün, cəmiyyət üçün. Allah sizin başınızı uca, İslamı da başınızda tac eləsin. Bi haqqı Muhammed və alihi tahirin bir salavat buyurun. Allahümme salli ala Bəli, möhtəşəm bayram günüdür və bir-birindən rəngarəng, doğrudan da gözəl, əhval-ruhiyyəli şəkildə məclisimiz davam edir və mən məclisin bu yerində istəyirəm dəyərli ruhanimizi, ustadı Hacı Mahir müəllimi dəvət edəyəm inşallah. Buyursun, o da öz növbəsində təbriklərini ərz eləsin. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qədirxan bayram münasibətilə bütün qonaqları təbrik edirəm və eyni zamanda bu körpə uşaqlarımız ki, yazdan da məlumdur, Quran kurslarının yekun mərasimidir. O münasibətlə də əziz Quran tələbələrimizi dərindən qəlbən təbrik edirəm. Amma Qədirxan bayram münasibəti ilə təbrik istəsəm deyəm, bir neçə dəqiqə istəyirəm vaxtaram, yəqin ki, vaxtımız olacaq. Qədirxan bayramı demək olar ki, Allahın bir nemətidir, Allahın bir lütfüdür. Və bu lütf nədir, necədir, bir neçə dəqiqə əsasında bunu istəyirəm izah edəyəm. Qədirxan bayramı həm nemətlərin tamamlanması və həm dinimizin kamillik günüdür. Bu balaca bir söz deyil. Biz bilirik ki, 124 min peyğəmbər ki, Allah tərəfindən insanların səadəti üçün göndərilibdir və bu din kamil olmalı idi və sonuncu İslam Peyğəmbərinin zamanında 124 mininci Peyğəmbərimiz olan Həzrət İslam Peyğəmbəri bunu tamamladı. Amma əql, məntiq, düşüncə bunu deyir ki, bu din gərək qiyamətə qədər qalsın. Çünki din, şəriət ki deyirik, şəriət ilahi qanunlar deməkdir, ilahi hədlər deməkdir. Bu ilahi qanunların icrası lazımdır. Bu ilahi qanunların düzgün şəkildə formalaşması lazımdır. Bu ilahi qanunlar qiyamət olanacan bütün insanlara getirib çatmalıdır. Əgər İslam Peyğəmbəri bu dini eləcə kimlərə öyrətdi, kimlərə çatdırdı, onların zehninlə hərəkət etmiş olsaydıq, bugünü biz dinsiz qalmış olardıq. Çünki insanların zehninə, təfəkkürünə, izahına güvənmək olmaz. Hərə dini bir şəkildə çatdırır, hərə dini bir şəkildə izah edir. Bugün bizim əlimizə 1500 il bundan qabaq gəlmiş İslam dini tamamilə dəyişmiş, tamamilə təhrif olmuş olardı. Budur ki, Allah Taala'nın əmri ilə bu yerini əziz qardaşım Elçin müəllim buyurdular. Ayənin nazil olmasını bugün Qədirxanın baş verib və imamət silsiləsinin ilk seçimi Qədirxanda baş verdi. Və bu deməkdir ki, dini gərək Allahın seçdiyi bəndə insanlara çatdırsın. Və hər əsr və zamanda da Allahın seçdiyi bir bəndə mütləq və mütləq olmalıdır qiyamətə qədər ki, bu din qalsın və insanların həyatını tənzimləməlidir. İnsanların həyatına nizam verməlidir və insanlar qiyamətin günü səadətli şəkildə, xoşbəxt şəkildə Allahın huzuruna çıxmalıdır. Bu da Allahın bir lütfüdür ki, imaməti Qədirxan günü
bizlər üçün çatdırdı. Və burada bu yerdə deyim və sözüm tamam olsun. O da budur ki, Peyğəmbərimizin öhdəsində idi ki, imamları öz zamanında bizim üçün çatdırsınlar. Bu mühüm məlumatı sizlər üçün çatdırmağı özüm üçün bir borc bildim. O da budur ki, hələ təzə Peyğəmbərimiz Məkkədə 40 yaşında bilirik ki, Peyğəmbərliyə çatdı və 3 ili gizli şəkildə İslamı insanlara gizli şəkildə çatdırırdı. 3 ildən sonra Allah tərəfindən əmr gəldi ki, sən artıq öz qohum əqrəbəni yığmalısan və artıq özün üçün özündən sonra bir canişin təyin etməlisən. Peyğəmbər 40 nəfəri qohumlarından seçir öz evində. Yavmuddar adı ilə çox İslamda, bu İslam tarixində məşhurdur. Ev günü mənasındadır, belə deyək. Ev mənası budur ki, Həzrət İslam Peyğəmbəri 40 nəfərdən ibarət qohumunu evə topladı və dedi ki, mənim qədər, mənim kimisi belə bir din sizlər üçün indiyənə qədər gətirməyib. Amma sizdən istəyim budur ki, mənə kömək edəsiz və kim hazırdırsa mənim canişinim, mənim vəsim olsun, mən onu özümdən sonra təyin edə bilərəm. Deyir, 3 dəfə bu sualı verdi, 40 nəfərin içindən heç kəs buna hazır olmadı. Həzrət Əli hələ o zaman çox körpə, uşaq vaxtlarıdır, 3 dəfə də əlini qaldırıbdı. Hər dəfədə də deyirdi ki, sən hələ əyləş, sən hələ əyləş. Axırda gördü ki, Peyğəmbərə cavab verən yoxdur. Dedi ki, sən mənim qardaşım, sən məndən sonraki vəsiyyətim və mənim canişinimsən. Peyğəmbərimiz öz zamanından bu da bunu göstərir ki, Həzrət Əli və Əhl-i Beyt və imamları yavaş-yavaş insanlara istəyirdi ki, tanıtsın bunların paklığını, bunların üstünlüyünü, mənəvi cəhətlərini, əxlaqi cəhətlərini, gözəl həyat tərzlərini insanlara çatdırırdı. Və ta ki gəldi, bilirik ki, Peyğəmbərimiz gəlir Mədinəyə və məcburi hicrət eləyir, köç eləyir və həmin məqamlarda yenə Mədinədə başlayır insanlara Əhl-i Beyti çatdırmağa. Nə bilim, Səqələyn hədisindən deyir ki, mən sizin aranızda 2 dəyərli şey qoyub gedirəm, biri Quran, biri mənim Əhl-i Beytim. Bunlar cənnətdə Hovuzər hovuzunun yanına gələnə qədər bir-birindən ayrılmazlar. Hər kəs bunlara yapışsa, bunlardan tutsa, davam eləsə həyatlarını, xoşbəxt olarlar, nicat taparlar və yaxud məşhur Nuh gəmisi adı ki, öz Əhl-i Beytin Nuh gəmisinə bənzədir ki, bunlar Nuh gəmisi kimidir, hər kəs bunlara daxil olarsa, bunlar nicat taparlar. Əzizlər, beləliklə, əziz İslam Peyğəmbərimiz Əhl-i Beyti imamları insanlara çatdırdı və rəsmi olaraq bu günü, Qədir-Xum günü bizlərə bu lütfü elan elədi ki, deməli, mən hər kəsin mövlası, ağası, sərvəriyəmsə, demək, Həzrət Əli də onun ağası və sərvəridir. Yəni, biz bu imamlara etibar edə bilərik, biz bu imamların yolundan gedəriksə, qiyamət günü Allah qarşısında üzümüz mütləq ağ olacaq. Və Allahdan istəyirəm ki, Allah Teala bizi bu yoldan ayrı salmasın, bizim qəlbimizdən Əhl-i Beyt məhəbbətini ayırmasın. Allah hər birimizi bu dünyada müvəffəq eləsin. Mən yenə də sizləri təbrik edirəm. Bir salavatla inşallah. Allahümme salli ala Təşəkkür edirik dəyərli ustada. Gözəl, mühüm nöqtələri qeyd elədi. Bəli, inşallah indi isə növbəti çıxış üçün tələbələrinin üzərində böyük əməyi və zəhməti olan Esmira müəlliməni dəvət edir inşallah. Buyursun, gəlsin. Muhammed Vali Muhammedə salavat yad edin. Salam aleyküm. Buyurun. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə ilk öncə salamlayıram dəyərli ustadları, tələbələri və eyni zamanda valideynləri, dəvət olunmuş qonaqları və iki əlamətlər gün münasibəti ilə ilk öncə
əzəmətli bayram olan Qədirxum vilayət bayramı adlanan Qədirxum münasibəti ilə hər kəsə təbrik deyirəm və eyni zamanda təhsil ilimizin yekunlaşması münasibəti ilə həm zəhmət çəkən, il boyu zəhmət çəkən ilk başda müdiriyyət olmaqla Əhlibeyt Cəmiyyətinin müəllim və tələbələrinə xüsusi təbrik və təşəkkür çatdırmaq istərdim. Və qeyd eləmək istərdim ki, həqiqətən təhsil ilinin yekununun da məhz Əli bayramından üst-üstə düşməsinin mən deməzdim ki, bir təsadüfdür, həqiqətən yeri var və harda ki, İslam elminin adı çəkilir, Peyğəmbərin buyurduğu kimi elmin şəhərinin qapısı, mən elmin şəhəriyəm, qapısı İmam Əlidir, yəni elm şəhərinin qapısının belə deyək, məclisinə toplanmışıq eyni zamanda və iki bayramın bir-birindən əlaqəsi həqiqətən də yeri var və möhkəmdir. Bayaqları ki, NATO öz ifasında Haqqa dəvət ifa elədi, musiqisini ifa elədi. Yəni, bizi həqiqətən illər öncəyə apardı və qeyd etmək istərdim ki, o mahnı, yəni o musiqi ifa olunanda və o musiqidə səsləri olan uşaqların bugün evladları artıq Əhlibeyt Cəmiyyətinin tələbələridirlər və onlardan bəzisi yəni ana kimi, vəfadar kimi və digərlərini misal çəkmək olar ki, bugün Əhlibeyt Cəmiyyətinin əməkdaşıdırlar və eyni zamanda mədrəsədə və başqa dini sahələrdə öz fəaliyyətlərini göstərirlər və bu bizim üçün həqiqətən qürur vericidir. Və biz bunu indiki uşaqlardan da, əziz tələbələr, sizdən də gözləyirik ki, siz də öz mövqeyinizdə, öz yolunuzda, Əli yolunda sabit qədəm olasınız və sizi gələcəkdə istərdik ki, həqiqətən dinin təəssübünü çəkənlərdən, dini müdafiə edənlərdən, dini sevənlərdən, yaşadanlardan, çatdıranlardan olasınız inşallah və fürsətdən istifadə edib bir daha Əhlibeyt Cəmiyyətinə və eyni zamanda müəllim və tələbələrə təbrikimi və təşəkkürümü çatdırıram ki, həqiqətən də tələbələrə İslam maarifində, tələbələrin İslam maarifi ilə yetişməsində əvəzsiz rolu olubdur və eyni zamanda davam edir. Sonda hər birinizə bir daha təbrik deyirəm və Allahdan diləyirəm ki, Allah Taala bizləri Peyğəmbərin əmanətlərindən, Əhlibeyt və Qurandan hər iki dünyada ayrı salmasın. Çox sağ olun. Şəhri Məkkədə dünyaya gələn iman, zülmət aləmə öz nurun verən iman, ağır fəqirlərin göz yaşın silən iman. Aləməli Ali, aləməli Ali, aləməli Ali, aləməli Ali. Oğla Əlidir, bəndələr salihim, oğla Əlidir, ruzigarın mehim oğla Əlidir, eylərin fatihim oğla Əlidir, Əli oğladır, həqiqətə mənadır, sıfarı-i zəhradır, Əli mərdandır, fəsahətin bandır, qəmanətin Qurandır, Əli heydərdir, aləmin şahı, zalim eydərə qurbandır, Əli oğladır, həqiqətə mənadır, sıfarı-i zəhradır, fəsahətin bandır, qəmanətin Qurandır, Əli heydərdir, aləmin şahı, zalim eydərə qurbandır. Vilayət Əli mübarək olsun inşallah hər birinizə. Ey vilayət yolun gedənlər, mütləq bilin ki, qalibiyyət Əhlibeytindir. Mütləq bilin ki, son hüccət ağa sahibət zamanındır. Əccəlallahu bərəcəhü şərif. Günahlardan başlayan Ali'nin nuruna oradan başlayan Əzim eylər sənə bilsən başlayan Əsadullah Şah Əlidir, zülmətə düşmən var
İşan şeref Ali Mevladi Hakikat emanadi Sitare-i Zehradi Ali Merdandi Fesalet immandi Belagat-i Kur'andi Ali Hiderdi Alemin şahı Zalim-i dere kurbandi Ali Mevladi Hakikat emanadi Sitare-i Zehradi Ali Merdandi Fesalet immandi Belagat-i Kur'andi Ali Hiderdi Alemin şahı Zalim-i dere kurbandi. Bayramınız bir daha mübarek olsun inşallah. Teşekkürler güzel balalar. Var olun.